Deməli, biz çəpgözlüklə danışmaq istəyirik. Çəpgözlük böyük oftalmologiyada ən böyük problemlərdən biridir. Çəpgözlük, biz uzun müddət bu ilə məşğul oluruq. Mən Milli Oftalmologiya Mərkəzində çəpgözlüyün şöbənin rəhbəriyəm və orada biz çalışmalar aparmışıq. Çalışmalar aparmışıq ki və göstərmişik ki, əgər burada vaxtında uşaq müraciət eləsə, onun çəpgözlüyü tamamilə yox eləmək olar. Bu nə deməkdir? Deməli, uşaq anadan gələndə görmür. Görməyin qabiliyyəti tədricən başlayır və tədricən bütün dünyada əksdir. Sağ gözü, sol gözü ilə başlayırlar bir-birini mübarizə aparmağa. Əgər bir göz o biri gözündən üstündürsə, o nisbətən yaxşı görürsə, o biri göz çəpləşə bilər. Və biz bunu vaxtında tapsaq, vaxtında bunun zəifliyi müşahidə eləsək, biz bunları çəpliyi yox elətdirə bilərik. Bizim təcrübəmiz çoxdur. Mən həm də Xaç Medisina klinikasında işləyirəm. Bütün bu uşaqlara aid, bütün lazım olan avadanlıq var. 3 dənə uşaq refraktometri var. Hansı ki, imkan verir 1 aylıq uşağa, 3 aylıq uşağında dəqiqliyi ilə, 0,5 dərəcəsi ilə astigmatizmi təyin eləmək. Və biz vaxtında bunu təyin eləsək, uşaq tamamilə sağala bilər. Düzdür, indi başqa klinikalarda reklam edirlər. Onlar da avadanlığı alırlar. Amma onların texnologiyası, onların təcrübəsi bu barədə o qədər yoxdur. Məsələn, retinoskopiyanı, bu avadanlıq lazımdır, retinoskop lazımdır. Həkim bunu özü yoxlatdırır. Oxacan refraksiyasını. Onu ancaq bizim həkimlər bunu bacarırlar və bunu elətdirirlər. Ona görə biz yazmışıq ki, məqələlərdə əgər uşaq vaxtında çəpliyi yaransa, vaxtında bizə müraciət eləsə, 8 aya qədər çəplik yox ola bilər. Amma bugün də mən müşahidə olmuşam ki, yaş yarımdan bir uşaq gəlmişdi, 15 dərəcə əyilmə bucağı var. Həkim imkanı vermirdi getməyə. Yaş yarım olsun, deyir, çəplik düzəlsin, sonra gedərsən, düzəlməsə. Yaş yarım gecdir. Yaş yarım gecdir. Gərək vaxtında gəlsin. Vaxtında gələndən sonra tamamilə o çəplik yox ola bilər. Yenə müraciət edirəm uşaqlara. Azərbaycan çəpgözlüksüz olmalıdır. Düzdür, yaşlı uşaqlarda 5 yaşlı, 10 yaşlı əməliyyat elətdirə bilərik. Düzəldərik. Amma ola bilsin çəplik, gizlin çəplik, beyindəki çəplik qalsın. Gözləri düz olsun. Zəiflik qala bilər. Amma əgər biz bunu vaxtında eləsək, heç bir problem olmayacaq. Deməli, bunda mütəxəssisə siz müraciət eləməlisiniz. Vaxtında biz bunun zəifliyi təyin eləməliyik. Vaxtında iynək yazmalıyıq və tamamilə yox ola bilər. İndiyə kimi biz arada bir görürük ki, dərmanlar yazırlar çəpgözlüyə aid. Amerikada yazmırlar, Avropada yazmırlar. Azərbaycanda niyə yazırlar? Deyirlər ki, güya beyində təzik var, güya travma olub, nə bilim, başqa bir nəyisə xəstə, o ilə əlaqəsi yoxdur. Əgər uşaq normal 2 gözlə güclü görürsə, bunda çəplik yox ola bilməz. Əgər zəiflik varsa, biz zəifliyi vaxtında təyin eləsək, onun zəifliyi də, çəpliyi də qısa müddətdə yox ola bilər.